Salam hər kəsə, mən Bətəlkə bəy. Bildiyiniz kimi hal-hazırda Azərbaycan gündəmində ölkəyə ixal olunan elektrik, hibrid və plug-in avtomobillərinin gömrük rüsumunun qalxıb-qalxmayacağı barəsində məlumatlar yayılır və ümumiyyətlə bu gömrük rüsumları necə hesablanır və bu məlumatlar düzgün olub-olmadığı haqqında biz bu və digər videolarda sizə məlumat verəcəyik. Ümumiyyətlə siz nəqliyyat vasitənizin gömrük rüsumunu hesablamaq istəyirsinizsə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin saytına daxil olaraq burada qeyd olunan nəqliyyat vasitələri haqqında məlumatları qeyd etməlisiniz. Və ilk olaraq siz nəqliyyat vasitələri məlumatları olaraq minik avtomobili seçirsiniz. Sonra isə mühərrikin növü, yəni bu dizel, benzin və elektrik avtomobili isə elektrik avtomobili, biz misal olaraq elektrik avtomobili qeyd etdik. Invoice dəyəri sizin ölkəyə gətirdiyiniz avtomobilin xarici ölkədə hansı dəyərdə almışsınızsa onu qeyd edirsiniz. Nəqliyyat vasitəsi xərci 1500, 2000, 2500 dollar civarında dəyişir. Elektrik avtomobili olduğuna görə də mühərrikin həcmi 0 yazırsınız. İstehsal tarixi maşının istehsal tarixinə görə dəyişir. Həmin tarixi qeyd etməlisiniz. Və aşağıda göstərilən hissədə isə əsasən ölkəyə idxal olunan avtomobillər Koreya, Çin və Amerika bazarından olduğuna görə burada idxal olunan avtomobillər gömrük rüsumundan azad olmadığına görə digər ölkələri seçməlisiniz. Və hesabla düyməsinə basdıqdan sonra sağ hissədə gömrük rüsumunun haqqında məlumatları əldə edə bilərsiniz. Və burada gördüyünüz kimi bizim tam elektrik avtomobilin gömrük rüsumu 245 manat 40 qəpik təşkil edir. Növbəti videolarımızda isə biz elektrik, hibrid, plug-in avtomobilləri barəsində hansı rüsumların olub-olmayacağı barəsində məlumatları sizlərlə bölüşəcəyik. Buna görə YouTube videolarımızı izləyin.